Salam, bugün sizinlə birlikdə ev və onunla bağlı məkanlar üçün ingiliscə söz ehtiyatımızı artıracaq. Gəlin belə düşünək. Biz sanki sözlərdən ibarət virtual bir ev tikirik və hər addımda yeni bir kəşf edirik. Belə, ingilis dilindəki sözlərlə öz evinizi, öz yuvanızı qurmağa hazırsınız? Əla, elə isə vaxt itirmədən bu maraqlı səyahətə başlayaq. Bilirsiniz, hər binanın möhkəm bir təməli olmalıdır, elə deyilmi? Bizim bu söz evimizin də bir təməli ehtiyacı var. Ona görə də gəlin ən əsaslardan, ən təməl sözlərdən başlayaq. Deməli, hər şey bax, bu təməl sözlə başlayır, house. Gəlin tələffüzünə diqqət edək, house. Bu, yaşadığımız o fiziki binanı, yəni divarları, damı olan quruluşu ifadə edir. Məsələn, deyirsən ki, this is my house, yəni bu mənim evimdir. Amma ingilis dilində bir də home sözü var ki, bu tam başqa bir şeydir. O daha çox isti bir yuva, o doğmalıq hissi deməkdir. Biz də bugün bax bu house-u öyrənib, onu necə əsl home-a çevirə biləcəyimizi görəcəyik. Budur bizim tur planımız. Əvvəlcə çöldən başlayacağıq, sonra evin əsas otaqlarını kəşf edəcəyik, daha sonra şəxsi məkanlara, otaqlarımıza baş çəkəcəyik və sonda da evimizə öz ruhumuzu, öz tərzimizi qatacağıq. Gəlin evimizə ilk baxışdan baxaq. Axı deyirlər, ilk təəssürat çox önəmlidir. Evin xarici görünüşü əslində onun haqqında bizə çox şey deyir. Evimizin çölündə 3 dənə əsas element var. Gəlin yavaş-yavaş tələffüz edək. Yard, yəni həyət, bizi içəri dəvət edən door, qapı və evimizdən dünyaya açılan pəncərəmiz, yəni window. Yaxşı, bəs sizin təsəvvürünüzdəki ev necədir? Böyükdür, yoxsa kiçik? İngiliscə bu sözlər belə səslənir. Big, big, yəni böyük və onun tam əksi small, small, yəni kiçik, balaca. Bir anlıq düşünün, sizin eviniz bigdir, yoxsa small? İndi isə gəlin biraz da üslubdan danışaq. Əgər eviniz yeni və müasir bir tərzdədirsə, ona modern deyə bilərsiniz. Yox, əgər daha çox keçmişi olan klassik bir evdirsə, o zaman old sözü tam yerinə düşür. Baxın, bu iki sözlə evin xarakterini dərhal ifadə etmək mümkündür. Əlbəttə ki, hamımız həyət evində yaşamırıq. Bəlkə də siz bir apartmentda, yəni mənzildə yaşayırsınız. Gəlin birlikdə tələffüz edək. Apartment və ya bəlkə də daha macəralı bir yerdə yaşıyorsunuz. Məsələn, bir houseboat, yəni su üzərindəki bir gəmi evdə. Necə də maraqlı səslənir, elə deyil? Yaxşı, indi qapını açıb içəri girək. Birbaşa evin ürəyinə gedirik. Yəni ailənin, dostların bir araya gəldiyi, ən şirin söhbətlərin edildiyi o məkanlara. Aha, qonaq otağındayıq, living room. Burada bizi rahat bir sofa qarşılayır, onun yanında bir chair, yəni stul var və otağa həyat qatan, təbiəti içəri gətirən plant, yəni bitki. Qonaq otağından da birbaşa mətbəxə keçirik, kitchen. Burada ailənin ətrafına yığışdığı table, yəni stol var. Ləzzətli yeməklərin pişdiyi stove, soba və təravəti qoruyan fridge, soyuducu. Artıq biraz dincəlməyin vaxtıdır, elə deyilmi? Gəlin günün bütün yorğunluğunu atdığımız o şəxsi məkanlarımıza, otaqlarımıza baş çəkək. Və biz yataq otağındayıq. Bedroom. Bu otağın şahı şübhəsiz ki bed, yəni çarpayıdır. Bu sözü yadda saxlamaq çox asandır, elə deyilmi? Bəs yataq otağında başqa nələr olur? Məsələn, geyimlərimizi səliqəli saxladığımız closet, yəni şkaf, dolab və üzərinə sevdiyimiz şəkilləri asdığımız wall, yəni divar. Və son olaraq təmizlik və təravət məkanına, yəni hamam otağına keçirik. Bathroom. Burada da demək olar ki, hər evdə olan bir şey var. Shower, yəni duş. Bütün otaqları gəzdik, fiziki bir house gördük. İndi isə ən vacib məsələyə gəldik. Gəlin görək, bu divarları necə isti bir home-a, yəni əsl yuvaya çevirə bilərik. Bunun üçün bizə hissləri və tərzi ifadə edən sözlər lazım olacaq. Bayaqdan nə qədər əşya saydıq, düzdür? Stol, stul, divan, çarpayı. Bax, bu saydıqlarımızın hamısının ümumi bir adı var. İngilis dilində onlara furniture deyilir. Yəni, bir evdəki bütün mebellər birlikdə furniture adlanır. Bu, çox faydalı və ümumiləşdirici bir sözdür. Yaxşı, bəs sizin eviniz sizə hansı hissləri yaşadır? Bəlkə o çox nice, yəni gözəl bir evdir. Bəlkə də hər küncü, hər bucağı comfortable, yəni rahatdır. İngilislərin o məşhur home sweet home ifadəsindəki kimi, bəlkə də sizin eviniz çox sweet, yəni şirin və sevimlidir.
Ya da bəlkə təzəcə köçmüsünüz və o new, yəni təptəzədir. Və sonda bu möhtəşəm ingilis kəlamını sizinlə bölüşmək istəyirəm. A house is made of walls and beams. A home is built with love and dreams. Tərcüməsi aslında çox dərindir. Ev divarlardan və tirlərdən tikilir. Yuva isə sevgi və xəyallarla qurulur. Bu cümlə dərsimizin lap əvvəlində danışdığımız o house və home fərqini mükəmməl şəkildə izah edir. İndi isə növbə sizindir. Məsələn, məndən soruşsanız, mənim evim bir kəlmə ilə desəm comfortable-dır. Bəs sizinki necə? Bugün öyrəndiyiniz o yeni sözlərdən birini istifadə edərək öz evinizi, öz yuvanızı necə təsvir edərdiniz? Cavablarınızı düşünün və bu sözləri artıq bugündən həyatınıza daxil etməyə başlayın.